Hər birinizi salamlayıram. Gəlin elə belə sözlərinin nə vaxt əvəzlik, nə vaxt ədat olmasına nəzər salaq. Birinci başlayırıq elə belə əvəzliklərindən. Elə belə əvəzlikləri necə sualına cavab verərsə, əlamət və ya hərəkətin tərzini bildirərlərsə, bunlar əvəzlik olurlar. Düzdür, şagirdlər bunu qarışdırırlar bəzən. Elə beləni zərf və sifət kimi götürürlər. Düzdür, zərfin və sifətin sualına cavab verir. Amma heç vaxt zərf sifət olmurlar. Onlar əvəzlikdir, onların materialı əvəzlikdir. Heç vaxt onları zərf sifət götürməyin. Elə belə necə sualına cavab verərsə, əlamət və ya tərz bildirərsə, ancaq və ancaq əvəzlik olur. Bəs elə belə sözlərinin nə vaxt ədat olmasına baxaq. Elədən başlayaq. Elə məhz sözü ilə əvəz olunarsa, ədat olur. Məsələn, elə o kitabı istəyirəm. Məhz o kitabı istəyirəm. Onda ədat olur. Bir də elənin davam edici kimi mənası var. İşlənmə forması var, işlənmə yeri var. Elə danışır, elə yazır, elə hey yazır, elə hey danışır. Bax bu məqamda da elə ədatdır. Keçirik beləyə. Belə sözü də harda beləni əgər ədat kimi görmək istəyirsənsə, onu da üstü ilə əvəz elə. Məsələn, oxusa belə anlamayacaq, oxusa da anlamayacaq. Bir də belənin etiraz mənası var. Məsələn, deyir, yazmıram belə, oxumuram belə, belə oxumuram. Etiraz eləyir. Etiraz halında işlənən bir forması var belənin. Bu belənin iki forması var. Biri etiraz halında işlənən, bir də da üstü ki. Bunları yazıda saxlayın. Elə belənin ədat kimi işlənən formaları bunlardır. Bunlardan başqaları deyil. Oxusa da anlamayacaq. Bax dediyim kimi bu nümunə oxusa belə anlamayacaq. Bir də var belə yazmıram, etiraz kimi. Əvəzlik olanda da necə sualına cavab verirlər. Bəzən iki başlı da ola bilir, həm əvəzlik ola bilir, həm ədat ola bilir. Bax, sən belə gəlməmişdin. Məsələn, burada ədat da ola bilər, əvəzlik də ola bilər. Sən də gəlməmişdin, ədat. Sən belə gəlməmişdin. Yəni necə gəl? Sən nə başqa cür gəlmisən də. Yəni belə gəlməmişdin. Necə gəlməmişdin? Bax burada da əvəzlik kimi işlənə bilər. Elə belənin ədat kimi işlənmə formaları məhz, eləninki məhz, elə hey mənasında əvəz yerinə qoyub tapa bilərsiniz. Beləni də etiraz forması varsa orada ədatdır. Da üstü də yerinə qoyub tapa bilərsiniz.